Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz sizinlə biosferlə bağlı olacaqdır. Deməli, biz bilirik ki, yer kürəsi 4 böyük təbəqəyə bölünür. Bunlara birincisinə biz aid edə bilərik litosfer təbəqəsi. İkinci təbəqəyə biz aid edirdik atmosfer təbəqəsi. Üçüncü təbəqəyə biz aid edə bilərik hidrosfer təbəqəsi. Və ən nəhayət canlıların mövcud olduğu təbəqə isə biz deyəcəyik biosfer təbəqəsi. Əlbəttə ki, adını çəkdiyimiz təbəqələr hər biri bir-biri ilə əlaqəlidir, bir-biri ilə bağlıdır. Biz litosferdə təbii ki, yerin daxili quruluşunu, dağlar, düzənliklər, relyef və s. öyrənirdik. Atmosferdə hava şəraiti, iqlim, yağıntı, küləklər, bunlarla bağlı əsas məlumatları öyrənirdik. Hidrosferdə quru suları, həmçinin okeanlar, okeanın hissələri, bunlar haqqında məlumat əldə edirdik. Biosferdə isə biz təbii ki, canlılar, bitkilər, heyvanlar, mikroorqanizmlər haqqında məlumat əldə edəcəyik. Biosferi digər təbəqələrdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, biosfer özü müstəqil bir təbəqə, yəni biz deyə bilmərik buna, yəni özü ayrılıqda inkişaf etmir, bu təbəqələrin içindədir. Yəni, biosfer, canlı həyat litosferin üst hissəsində, üst hissəsi, yəni buna biz deyirik yer qabığı. Atmosferin alt hissəsi, əsasən əlbəttə ki, troposfer qatı. Hidrosfer bütünlüklə, yəni okeanın ən dərin nöqtələrinə belə qədər həyat var. Bütünlüklə, baxın bu qatları biosfer, yəni canlı aləm yayılmışdır ki, biz canlı aləmin mövcud olduğu qata deyirik coğrafi təbəqə və təqribən qalınlığı 50-55 kilometr təşkil edir. Ümumiyyətlə, bəs biosferin, canlı aləmin nə kimi özəlliyi var, nə kimi əhəmiyyəti var? Demək, biosfer ilk öncə atmosferin qaz tərkibinin formalaşmasına öz təsirini göstərir. Yəni, bilirik ki, canlılar karbon və yaxud da oksigen bunlarla tənəffüs edir və qaz tərkibinin belə deyək, müəyyən olunmasında biosferin çox önəmli rolu var. İkincisi, okeanlarda suyun duzluğunun sabit qalmasına böyük önəmi var biosferin. Süxurların parçalanmasında, xüsusən üzvi aşınmanın baş verilməsində biosferin önəmi var. Həmçinin üzvi mənşəli süxurların yaranmasında əlbəttə ki, biosferin önəmi vardır. Və bildiyimiz kimi canlı aləm birdən-birə mövcud olmamışdır. Ən qədim dövrdən indiyə qədər belə deyək, canlı aləm inkişaf etmişdir. Biz ilk öncə ən qədim eralardan başlasaq, biz bilirik ki, ən qədim eralar arxey və proterozoy eralardır ki, bunlar kriptozoy eonunun eralarıdır, yəni gizli həyatın olduğu eralardır. Bəs gəlin görək bu dövrdə hansı canlılar yaranmışdır? Bu dövrdə yaranıb deməli bakteriyalar, yaranıb tək hüceyrəlilər, yaranıb tək-tək onurğasızlar, həmçinin yaranıb bitkilərdən yosunlar. Deməli, arxey və proterozoy erasında yaranan biz canlı aləmə bakteriyalar, həmçinin mikroorqanizmləri aid edə bilərik, tək hüceyrəli canlıları aid edə bilərik, tək-tək onurğasız canlıları aid edə bilərik və yosunları. Elə biz buna nəyə görə gizli həyat deyirdik? Arxey və proterozoya, çünki bu dövrdə yaranan canlıların onurğa sistemi yoxdur və onların qalıqları qalmamışdır. Deməli, əlbəttə ki, biz ikinci eradan danışa bilərik. Fanerozoy eonunun paleozoy erası. Paleozoy erasında isə yaranan canlılara biz aid edə bilərik. Deməli, iynə yarpaqlılar bitkilərdən. Həmçinin aid edə bilərik çılpaq toxumlular və ay döşəyi. Sonra aid edə bilərik balıqlar, yəni bu dövrdə yaranmışlar. Sonra aid edə bilərik suda, quruda yaşayanlar.
Həmçinin aid eləyə bilərik sürünənlər. Düzdür, sürünənlərin əsas hökmranlığı Mezozoy erasında olub, amma ilk sürünənlərin Paleozoy erasında yaranması güman edilir. Həmçinin quruda ilk bitkilər də Paleozoy erasında yaranmışdır. Daha sonra biz danışa bilərik digər bir dövr olan Mezozoy erasından. Mezozoy erasında isə əlbəttə ki, hansı bitkilər yaranıb? İlk öncə bitkilərdən başlayaq. Deməli, örtülü toxumlu bitkilər, quşlar, məməlilər, baxın, məməlilər də, quşlar da, bunlar Mezozoy erasında yaranmışdır. Amma sürünənlər Mezozoy erasında daha geniş yayılmış və hökmranlıq etmişdir. Həmçinin dinozavrların nəsli kəsilmişdir. Və biz 4-cü Kainozoy erasından danışsaq, Kainozoy erası ən cavan eradır. Bu dövrdə deməli yaranan canlılara biz insan və insana bənzər meymunlar, həmçinin müasir landşaftın əmələ gəlməsi. Müasir landşaftın əmələ gəlməsi. Demək, bu proseslərin hər biri demək Kainozoy erasında baş vermişdir. Demək, bir daha deyirik, arxev və preterozoyda yaranıbdır. İlk bakteriyalar, tək-tək hüceyrəlilər, tək-tək onurğasızlar, yosunlar. Paleozoy erasında yaranmışdır. İynəyarpaqlılar, çılpaq toxumlular, ayı döşəyi, balıqlar, suda quruda yaşayanlar və sürünənlər. Mezozoyda örtülü toxumlu bitkilər yaranmış, quşlar, məməlilər yaranmış, sürünənlər hökmranlıq etmişdir. Kainozoyda isə insan və insana bənzər meymunlar yaranmış, həmçinin müasir landşaft əmələ gəlmişdir. İndi isə keçək biosferin əsas tərkib hissələrindən biri olan torpağa. Biz bilirik ki, biosferin canlı aləmin mövcud olması üçün mütləq torpaq vacibdir. Çünki bitkilər torpaqda inkişaf edir, torpaqda bitir və daha sonra heyvanlar və digər canlılar da həmin o bitkilərdən qidalanaraq inkişaf edirlər. Ona görə də torpaq biz nədir? Torpağa necə tərif verə bilərik? Yadda saxlayaq ki, yerin bitki bitən üst minbit qatına biz torpaq deyəcəyik. Yəni ilk hissə, belə deyək də, yer qabığının ilk üst hissəsi torpaqdır. Təbii ki, bitki bitən hissə torpaqdır. Və torpağın yaranması, formalaşması canlı və cansız aləmin fəaliyyəti nəticəsində torpaq əmələ gəlir. Torpağın məhv olması çox asandır. Yəni, hər hansı bir zavodlardan, fabriklərdən axıdılan çirkab sular və yaxud da hər hansı bir təbii sərvətlər çıxardan zaman torpaqların çirklənməsi, həmçinin insanlar tərəfindən atılan tullantılar torpağı tez bir zamanda çirkləndirir və məhv edə bilər. Amma torpağın yaranması isə 1 sm torpaq qatının yaranması isə əlbəttə ki 100 illər tələb edir. Bəs torpağın yaranmasına təsir edən amillər hansıdır? Demək, aiddir, relyef aiddir, yadda saxlayaq. Yəni torpaq əmələ gətirən ən əsas amillərdəndir. İkinci biz nümunə göstərə bilərik bitki örtüyü. Nümunə göstərə bilərik yeraltı sular. Nümunə göstərə bilərik antropogen, yəni ki, insan təsiri. Yəni insan həm torpağa əmələ gəlmədə müsbət rol oynaya bilər, həm də mənfi, yəni torpağa qulluq etməklə onu daha da yaxşılaşdıraraq torpağa əmələ gəlmə prosesini sürətləndirə bilər. Həmçinin torpağın çirkləndirilməsi nəticəsində torpağını məhv eləyə bilər. Daha sonra mikroorqanizmlər, yəni ki, bakteriya və göbələklər canlıların çürüməsinə və torpağa qatılmasına kömək edir. Həmçinin aid eləyə bilərik biz günəş istiliyi, günəş işığı, günəşdən gələn işıq və istilik, yəni temperatur, bunlar deməli torpaq əmələ gətirən amillər olacaqdır. Torpağın əmələ gəlməsi üçün isə havanın temperaturu təqribən 14-20 dərəcə Selsi arasında olması torpaq əmələ gəlməsi üçün ən ideal bir temperaturdur. Rütubətlənmə əmsalının isə hardasa 0,6-1 arasında olması torpaq əmələ gəlməsinə təsir göstərən, yəni torpağın daha yaxşı yaranmasına təsir göstərən əsas amillər hesab olunur. Yəni torpağın yaranmasında ən əsas amil rütubət və temperaturdur.
Həmçinin biz baxın torpağı 4 əsas qata bölə bilərik. Biz birinci qata biz deyəcəyik humus qatı. Yadda saxlayaq ki, humus qatı torpağın ən üst hissəsidir, çürüntü qatıdır və bu qatda çürüntülərin miqdarı çoxdur, rəngi nisbətən tünd və məhsuldarlığı çox bol olur. Demək, ikinci qata biz deyəcəyik ellüvial və yaxud da yuyulma qatı. Yuyulma. Demək, ellüvial və yaxud da yuyulma qatı. Bu qat isə demək humusun miqdarı azdır. Burada torpaq yuyulur və məhsuldarlığı azdır, aşağıdır. Humusun miqdarı azdır, torpağın rəngi isə açıq olur. Üçüncü qata biz deyəcəyik toplanma qatı. Toplanma qatında isə artıq belə deyək, hər hansı bir sıx, gilli qatdır və burada humusun miqdarı artıq yenidən artır və ellüvial qata baxanda buranın da humusu miqdarı daha çoxdur. Dördüncü qat isə əlbəttə ki, artıq adlanar ana, süxur və burada daha çox çökmə mənşəli qum, gil, lil, liyos və s. toplanır. Bu oldu, yada saxlayaq torpağın qatları. Demək, bir daha qeyd edirək. 4 qatdan ibarət oldu. Birinci qat humus qatı oldu. Humus qatı mineral maddələrlə zəngin olan qatdır. Torpağın rəngi burada tütdür, məhsuldarlıq çoxdur. İkinci qata biz dedik ellüvial qat, bura yuyulma qatıdır. Humusun miqdarı azdır. Üçüncü qat burada toplama qatıdır. Yenə də humusun miqdarı nisbətən artır. Dördüncü qat isə təbii ki, ana suxurdur və artıq bundan sonra torpaq bitir və suxurla əvəz olunur. Və torpaqları biz əlbəttə ki, böləcəyik iki yerə. Torpaqlar. Demək, bir var strukturlu torpaqlar, bir də var struktursuz torpaqlar. Deməli, strukturlu torpaqlara biz aid edə bilərik, yəni hansı torpaqlar? Qumlu, qumsal torpaqları aid edə bilərik. Yadda saxlayaq ki, bu torpaqlar hava və suyu yaxşı keçirdəcək. Yaxşı keçirdəcək. Həmçinin məhsuldarlığı bol olacaq. Və dənəvər quruluşa malik olacaqlar. Və münbit olacaqlar, məhsuldarlığı çox olacaq. Demək, struktursuz torpaqlar isə bunlar əsasən gillicəli torpaqlardır. Bu torpaqlar yadda saxlayaq ki, tozvari olur. Havanı və suyu pis keçirdir. Həmçinin torpaqda məhsuldarlıq az olur. Məhsuldarlıq deməli az olacaqdır. Bu isə struktursuz torpaqlara aid olacaqdır. Əlbəttə ki, torpaqların rənginə görə də bir-birindən fərqlənir. Düz indi biz burada təbii zonalar üzərində deyirik. Təbii zonaları biz ayrıca da izah eləyəcəyik. Amma burada da mən sizə deməli torpaqları göstərmək üçün təbii zonalar üzərində izahlar verək. Demək, biz bilirik ki, ekvatorial iqlim qurşağında ekvatorial həmişəyaşıl rütubətli meşələr olur və yadda saxlayaq ki, bu zonanın torpaqlarına qırmızı, sarı, ferrarit və laterit torpaqlar aiddir. Burada dəmir oksidinin miqdarı çoxdur və bu ərazidə qırmızı, sarı, ferrarit və laterit torpaqlar yayılmışdır. Daha sonra biz dəyişkən rütubətli musson meşələrində biz bilirik ki, bu əsasən subekvatorial və rütubətli tropik iqlim şəraitində formalaşır. Buranın torpaqlarını isə qırmızı, sarı və qırmızı sarı torpaqları aid eləyə bilərik. Daha sonra biz xüsusən subekvatorial və qismən tropik iqlim tipində qurşaqlarında daha doğrusu savanna və seyrək meşələr formalaşır. Savanna və seyrək meşələrin altında yayılan torpaqlara biz deyəcəyik qırmızı qonur torpaqlar. Səhra və yarım səhraların ən geniş yayıldığı ərazi tropik iqlimdir. Lakin matriklərin daxili hissəsində yağıntıların az düşdüyü subtropik və mülayim enliklərdə də səhralar əmələ gələ bilər.
Məsələn, biz bu səhralara Qaraqum, Qızılqum, Təkləməkan, Qobi kimi səhraları, həmçinin yarım səhra əraziləri aid edə bilərik ki, bu ərazilərdə boz qonur, şoranlaşmış ərazilərdə isə boz şoran torpaqlara rast gələ bilərik. Daha sonra biz subtropik iqlim şəraitində ən geniş yayılmış təbii zonalar Aralıq dəniz iqlim tipində əsasən codyarpaqlı meşə və kolluqlardır və burada da qəhvəyi torpaqlar təbii ki, geniş formada yayılmışdır. Daha sonra biz subtropikdə rütubətli subtropik meşələri də nümunə göstərə bilərik ki, bunlarda da yenə musson meşələridir. Əlbəttə ki, qırmızı-sarı torpaqlar yayılmışdır. Çöl zonası əsasən mülayim və subtropik iqlimdə geniş yayılır. Subtropikin çöllərində əsasən qırmızı-qara torpaqlardır. Qırmızı-qara. Bu torpaqlar deməli La Plata ovalığında biz bunlara rast gələ bilərik. Həmçinin mülayim iqlim qurşağında isə yayılan çöllərdə isə qara və şabalı torpaqlar geniş yayılmışdır. Meşə çöl zonaları bu da subtropik və mülayim iqlim qurşaqlarında yayılmışdır. Burada da qəhvəyi torpaqlar, qara torpaqlar biz nümunə göstərə bilərik. Mülayim iqlim qurşağında yayılmış digər təbii zonalara biz enliyarpaqlı meşələr deyə bilərik. Enliyarpaqlı meşələrdə deməli qonur və qəhvəyi torpaqlar yayılmışdır. Daha sonra biz qarışıq meşələrə keçə bilərik. Deməli, qarışıq meşələrdə mülayim iqlimdədir və çimli podzol torpaqlar yayılmışdır. Tayqa, yəni iyniyarpaqlı meşələr demək mülayim iqlimdədir və burada da podzol torpaqlar, yəni külə çalan torpaqlar yayılmışdır. Subarktik iqlim qurşağında tundra və meşə tundra zonaları yayılmışdır. Burada isə tundra qileyli və çimli bataqlıq torpaqlar yayılmışdır. Arktik və yaxud da Antarktik iqlim qurşağında buz səhraları yayılmışdır. Buz səhralarında torpaqlarına ibtidai torpaqları nümunə göstərə bilərik. Təbii ki, biz təbii zonalar mövzusunda yenə də torpaqlarda toxunacağıq, bitki və heyvanat aləmi haqqında o zaman daha geniş formada izahlar verəcəyik. 21-ci əsrin ən əsas problemlərindən biri də təbii ki, torpaqların yararsız hala düşməsidir. Torpaqları yararsız hala salan əsas amillərdə bayaq qeyd etdik ki, təbii sərvətlərin çıxarılması, insanlar tərəfindən çirkli maddələrin, zibillərin torpağa atılması və s. kimi amillər təbiəti çirkləndirir. Yəni, təbiəti çirkləndirən ən əsas amil insan, antropogen amildir. Amma əlbəttə ki, torpaqların qorunması mütləqdir. Çünki insan torpaqdan qidalanır, bitkilərdən qidalanır. Ona görə torpağın qorunması mütləqdir, vacibdir. Və əhalinin sayının artdığı dövrdə ümumiyyətlə qorumaq vacibdir. Torpaqlar, amma təəssüf ki, qeyd etdiyimiz kimi, xüsusən sənaye altında qalan torpaqlar, sənaye müəssisələrinin altında qalanlar, həmçinin təbii sərvətlərin çıxarıldığı ərazilərdə torpaqlar tamamilə məhv olur. Bu cür torpaqları mütləq yenidən bərpa etmək lazım gəlir ki, biz buna deyəcəyik rekultivasiya. Baxın, rekultivasiya deməli nə oldu? Torpaqların yenidən bərpa olunması. Buna biz deyəcəyik rekultivasiya. Demək, ikincisi isə biz deyə bilərik meliorasiya. Bəs meliorasiya nədir? Meliorasiya isə torpaqların məhsuldarlığının artırılması üçün görülən tədbirlər. Torpaqların məhsuldarlığının artırılması üçün görülən tədbirlər. Biz buna deyəcəyik, deməli nə? Meliorasiya. Meliorasiya tədbirlərinə biz nələri aid eləyə bilərik? Aid eləyə bilərik torpaqların gübrələnməsi. Yəni, biz torpaqlara gübrələr verməklə torpaqların məhsuldarlığını artıra bilərik. İkinci, şoran ərazilərdə kollektor drenaj sisteminin qurulması. Kollektor drenaj sisteminin qurulması. Yəni, biz bilirik ki, yeraltı suların səviyyəsi, qurun sularının səviyyəsi yer səthinə yaxın olduqda, o zaman bu yeraltı sular torpağın şoranlaşmasına səbəb olur və bu da torpağın məhsuldarlığını aşağı salır. Üçüncü,
Tarla qoruyucu, qısaca yazıram, meşə zolaqlarının salınması. Demək, tarla qoruyucu meşə zolaqlarını salmaqla təbii ki, torpaqları qorumaq olar. Həmçinin bayaq da şoranlıqların yuyulması, bataqlıqların qurudulması. Baxın, bu kimi tədbirlər torpaqların məhsuldarlığını artıra bilər ki, biz bu tədbirlər kompleksinə deyəcəyik meliorasiya. Bir də ki, irriqasiya tədbiri var, irriqasiya. İrriqasiya isə yadda saxlayaq ki, torpaqların suvarılması prosesidir ki, bu da biz bunu irriqasiya adlandırırıq. Əsasən arid quraq ərazilərdə torpaqların məhsuldar olması üçün, yəni bitkilərin daha yaxşı yetişməsi üçün təbii ki, onun suya ehtiyacı var və suvarma vacibdir ki, biz bu prosesi adlandıracağıq irriqasiya. Xüsusən səhralarda, yarım səhralarda, düzənli ərazilərdə, yağıntıların az olduğu ərazilərdə suvarma əkinçiliyinə ehtiyac var. Lakin ifrat rütubətli ərazilərdə, soyuq ərazilərdə, həmçinin nisbətən dağlıq ərazilərdə suvarmaya ehtiyac olmur ki, biz buna deyəcəyik dəmiyə əkinçiliyi. Dəmiyə, yəni dəmiyə nədir? Suvarma ehtiyac olmadan əkinçiliyə biz deyəcəyik dəmiyə.